Kəsim məntəqələrində kəsim prosesinin mərhələli və nizamlı şəkildə aparılması üçün xüsusi zonalar yaradılıb. Ərazilərdə su təminatı yaradılıb və dezinfeksiya işlərinin aparılması üçün lazımi vasitələr təmin olunub. Gigiyenik tələblərin qorunması məqsədi ilə məntəqələrdə mütəmadi təmizlik və dezinfeksiya tədbirləri həyata keçirilir. Bayram günləri ərzində qurbanlıq heyvanların təhlükəsiz və gigiyenik şəraitdə satışını, həmçinin kəsimini həyata keçirmək üçün Muxtar Respublika ərazisində müəyyən ərazilər müəyyən edilmişdir. 2 ünvanda yalnız heyvanların satışını, 7 ünvanda isə heyvanların həm satışını, həm də ki kəsimi həyata keçirilir. Demək, agentlik və müvafiq dövlət orqanlarının birgə fəaliyyəti nəticəsində 4 ünvanda Naxçıvan şəhəri, Ordubad rayonu, Şərur rayonu və Babək rayonunda modul tipli çadırlar qurulmuşdur. Həmçinin heyvanların kəsimi zamanı baytarlıq sanitariya və sanitariya gigiyena qaydalarına əməl olunmasına tərəfimizdən xüsusi nəzarət həyata keçirilir. Həmçinin bu heyvanların satışını və kəsiminin həyata keçirildiyi ünvanlarda günün əvvəlində və günün sonunda dezinfeksiya işləri həyata keçirilir. Biz vətəndaşlardan xahiş edirik, bu qurbanlıq heyvanların kəsimi zamanı yol kənarlarında, həyətyanı sahələrdə antisanitar vəziyyətdə kəsimini həyata keçirərək həm insanların sağlamlığına, həm də ki, ətraf mühitin çirklənməsi üçün risk yaratmasınlar və qurbanlıq heyvanlarının satışı, istərsə də kəsimi üçün müəyyən olunmuş ünvanlara müraciət etsinlər. Görülən işlər bayram günlərində həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də xidmətin daha səmərəli təşkilinə imkan yaradır. Samiq Nuriyev, Samir Mehdiyev, NTV Xəbər.